İsrail və ABŞ-nin başlatdığı İran müharibəsinin 3-cü günü də gərgin hərbi və diplomatik atmosferdə keçib. Hərbi əməliyyatlar nəticəsində 555 İranlı həlak olub. İranın Qızıl Aypara Cəmiyyəti deyib ki, son hücumlar zamanı ölkənin 131 bölgəsi zərər çəkib. Mehr xəbər agentliyi yazır ki, Nilufər meydanında baş verən hücumda 20-dən çox insan həlak olub. Trump bugünkü çıxışında deyib ki, 4 Amerikalı bu əməliyyatlar nəticəsində ölüb. ABŞ rəhbərliyi xalqı daha çox ölümə hazırlayan ritorikadan istifadə eləyir. Trump eyham vurur ki, müharibə 4 həftədən çox çəkə bilər. Əslində o deyib ki, ABŞ lazım gələrsə daha uzun müddət davam eləməyə hazırdır və müharibə uzansa belə darıxmayacaq. Tehran ağır bombalanıb. Natanz nüvə obyekti də ABŞ-İsrail tərəfindən vurulub. Təkcə hərbi obyektlər yox, Xatəm əl-Ənbiya və Qandi hospitalları da hücuma məruz qalıb. İsrailin Kanal 9 telekanalı məlumat yayıb ki, İranın müvəqqəti ali lideri Əli Rıza Ərafinin evinə zərbə endirilib. Hizbullah təsdiqləyib ki, Xamneynin öldürülməsinə cavab olaraq İsrailin Hayfadakı hərbi bazasına zərbə endirib. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Beyrut, Cənubi Livan və BK vadisində bir sıra strateji bombardımanlar həyata keçirib. İsrail hücumları 52 Livanlının da həyatına son qoyub, 154-ü yaralanıb. İran PUAları Səudiyyə Ərəbistanının neft infrastrukturuna zərbələr endirib. İran bugün səhər İsrail Baş naziri Benyamin Netanyahunun ofisinə zərbə endirdiyini deyir. Sepahın məlumatına görə İran eyni zamanda İsrail ordusunun hərbi hava qüvvələrinin komandanının olduğu yeri hədəfə alıb. ABŞ-nin 3 F-15 qırıcısı Küveytdə vurulub. İran onları vurduğunu desə də, ABŞ bunun Küveyt qoşunları tərəfindən səhv atəşlə edildiyini bildirib. Küveytdəki ABŞ səfirliyindən də tüstülər yüksəlib. Kipirdəki Birləşmiş Krallıq Hərbi Hava Qüvvələrinə aid stansiyada dron hücumuna məruz qalıb. 5 dronun zərərsizləşdirildiyi bildirilsə də, biri hava limanına dəyərək kiçik ziyan vurub. Hay!